Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün soyuq dəymə zamanı immuniteti gücləndirəcək təbii vasitələrdən qarışımın hazırlama qaydasını paylaşacağım. Bunun üçün bizə lazımdır 1 ədəd apelsin, 2 ədəd limon, zəncəfil və nanə. Əvvəlcə apelsinin qabığını soyuram. Ağ hissəsini də tamamilə təmizləmək lazımdır ki, acılıq verməsin. Daha sonra doğrayıram. Tumlarını çıxarıb blender qabının içərisinə əlavə edirəm. Daha sonra isə limonları da bu qayda ilə qabığını soyuram, tumlarını çıxarıb doğrayıram. Biraz da kök zəncəfil götürürəm. Üzərinin qabığını soyub onu da blender qabının içərisinə əlavə edirəm. Bütün ərzaqları blenderdən keçirirəm. Belə bir qarışım alınır. Nanəni əvvəlcədən yaxşıca yumuşam. Nanəni buz qabının içərisinə yerləşdirirəm. Eləcə də yarpaqlarından qarışımın içərisində tökürəm. Qaşıqla qarışdırıb nanələrin üzərinə tökürəm. Digər qaba da bu qayda ilə yığıram. Daha sonra isə dondurucuya qoyuram. Dondurucuda tam bərkidikdən sonra çıxarıram. Gördüyünüz kimi çox da asanlıqla çıxır. Daha sonra isə belə bir plastik qabın içərisinə yığıb dondurucuda saxlayıram. Soyuq dəymə zamanı çıxarırsınız. Bir ədədini bir stəkan suyun içərisinə qaynar suya əlavə edib üzərinə də bal töküb içə bilərsiniz. Əziz xanımlar, əgər videom sizlər üçün faydalı oldusa, videomu bəyənməyi və rəy bölməsində öz fikrinizi yazmağı unutmayın. Sağ olun, görüşərik.